Salam. Bugün sizinle birlikte Scott Freeman ve John Harron'un yazdığı, Türkiye'de de Battal Çıplak ve diğer redaktörlerin tercüme ettiği Evrimsel Analiz kitabının diyerdim ki oldukça maraklı bazı hisselerine başvuracağız. Salam. Bəli, bu kitab elə adından da bəlli olduğu kimi sadəcə nəzəriyyə vermir. Əsas məqsəd, yəni təkamülə analitik baxmaqdır. Elmi metod biologiyada necə işləyir, onu göstərir. Redaktörler de vurguluyor ki kitap en yeni bilgilere esaslanır ve o prensip var, sınanmamış hipotezler yaxşı hekayeden ötərəfə keçmir. Elədir. Çox sağlam yanaşmadır, faktlara, subutlara əsaslanmaq əsas şərtdir. Bəli, məncə də. Bugünkü söhbətdə də elə məqsədimiz budur. Sizin üçün bu zəngin mənbədən təkamülün əsas mexanizmləri, o heyrətamiz subutları və bəzi aktual tətbiqləri haqqında ən vacib nöqtələri çıxarmaqdır. Sanki kitabı sizin üçün bir növ həzm edirik. Hazırıqsa başlaya bilərik. Başlayaq. Kitab ilk olarak tekamül anlayışıyla, yani Darwin'in modifikasiya yoluyla töreme dediği şeyle başlıyor. Bu ne demektir aslında? Çox sadə desək, belədir. Canlı növləri zaman içində dəyişir. Və bugün gördüyümüz bütün növlər keçmişdə yaşamış ortaq əcdaddan əmələ gəliblər. Bu fikir, kitabın da dediği kimi, o ayrı yaradılış nəzəriyyəsiyle ziddiyət təşkil edir də, hansı ki deyirdi növlər ayrı-ayrı, dəyişməz və yaxın zamanda yaradılıb. Tamamilə. Kitab da məhz bu köhnə fikrə qarşı çox saylı dəlilləri sıralayır. Bəlkə də ən məşhuru elə homologiyadır. Bəli, homologiya. Bu nədir tam olaraq? Homologiya, deməli, fərqli orqanizmlərdə gördüyümüz oxşar strukturların, xüsusiyyətlərin, hətta genlərin ortaq bir keçmişdən, yəni ortaq əcdaddan miras qalmasıdır. Məsələn, o klasik nümunə var, insanın qolu, yarasanın qanadı. Təəccüblü dərəcədə oxşardır, çünki hamısı ortaq bir onurğalı əcdaddan gələn, eyni dizayn üzərində qurulub, sadəcə zamanla fərqli ehtiyaclara uyğunlaşıb. Kitabda embriyonlardan da nümunə var idi deyəsən. Var. O da çox heyrətamizdir. Bütün onurğalıların embriyonları inkişafın ilk mərhələlərində bir-birinə olduqca çox bənzəyir. Balıq, tısbağa, toyuq, insan hamısı erkən dövrdə oxşardı. Bu da ortaq mənşəyə güclü işarədir. Hətta genetik səviyyədə də var bu, homologiya. Bu, məncə daha da, necə deyim, təəccüblüdür. Bəli, bu həqiqətən inanılmazdır. Məsələn, drozofilla deyilən meyvə milçəyində gözün formalaşmasını idarə edən bir gen var. Adı eyeless, yəni gözsüz. Deməli, eyni genin çox oxşar formaları, yəni homoloqları siçanlarda da var. Kiçik göz, hətta insanlarda da aniridia və hamısında oxşar işi görür, gözün inkişafını idarə edir. Təsəvvür edin, milçəkdəki genlə insandakı gen əslində eyni kökdən gəlir. Bu, bütün canlıların dərin əlaqələrinə çox güclü sübutdur. Bundan başqa, o körəlmiş xüsusiyyətlər də var. Sanki təkamülün qoyub getdiyi izlər. Bizdəki büzdüm sümüyü kimi. Elədir. Büzdüm sümüyü əslində əcdadlarımızın quyruğunun qalığıdır. Quyruğumuz yoxdur, amma o sümük quruluşu qalıb. Ya da, məsələn, mağaralarda yaşayan bəzi balıqlar var. Tam qaranlıqda yaşayırlar. Gözləri var, amma funksiyasını itirib, görmürlər. Niyə? Çünki əcdadlarında işlək gözlər olub, amma mağara şəraitində gözə ehtiyac qalmayıb. Təbii seçmə artıq gözün funksionallığını qorumayıb, tədricən körlaşıb. Bu cür strukturlar yalnız təkamül baxımından məntiqlidir. Bu qədər qoca olduğunu hardan bilirik? Kitab radiometrik yaş təyini metodundan danışır. Bu nədir? Necə işləyir? Deməli, baxın, təbiətdə sanki bəzi saatlar var. Bunlar süxurların içindəki radioaktiv elementlərdir. Bu elementlər çox sabit, dəyişməz bir sürətlə zamanla parçalanır və başqa elementlərə çevrilir. Yəni proqnozlaşdırıla bilən bir prosesdir. Tamamilə. Biz bu parçalanma sürətini, yəni yarım parçalanma dövrünü çox dəqiq bilirik. Məsələn, uran-238 izotopunun yarısının qurğuşuna çevrilməsi üçün təxminən 4,5 milyard il vaxt lazımdır. 4,5 milyard il. Bəli. İndi biz bir süxurun içindəki o başlanğıc radioaktiv elementin ana izotop miqdarını və onun parçalanıb əmələ gətirdiyi elementin törəmə izotop miqdarını ölçürük.
Bu nisbədə əsasən suxurun nə vaxt yarandığını, yəni bərkib saatın sıfırlandığını hesablaya bilirik. Çox ağıllıca. Bu üsulla da yer qabığındakı ən qədim suxurların, hətta yerə düşən meteoritlərin yaşını təyin etmişik. Nəticə, yer kürəsi təxminən 4,5-4,6 milyard yaşındadır. Bu da, yəni, təkamül prosesləri üçün çox-çox kifayət qədər zamandır. Və ən maraqlısı, bütün bu fərqli sahələrdən gələn məlumatlar, fosillər, yaş təyini, qitələrin hərəkəti, hamısı bir-birini təsdiqləyir, elə deyilmi? Sanki bir puzzle-ın parçaları kimi yerinə oturur. Məhz elədir. Təkamül nəzəriyyəsinin gücü də elə bundadır. Tamamilə fərqli elmlərdən, paleontologiya, geologiya, genetika, embriologiya gələn məlumatlar bir nöqtədə birləşir və eyni mənzərəni çəkir. Həyat dəyişib və ortaq kökdən gəlib. Bir də əlbəttə genetik kodun universallığı var. Hə, o da var. Demək olar bütün canlılar da eynidir. Bəli, bakteriyadan tutmuş insana qədər demək olar ki, hamısında DNT-dəki eyni 3 hərfli kod, kodon, eyni amin turşusunu kodlayır. Bu sanki bütün həyatın eyni əməliyyat sistemi ilə işlədiyini göstərir. Ortaq mənşə üçün çox güclü bir dəlildir. Yaxşı, dəlillər həqiqətən çoxdur və tutarlıdır. Bəs bu dəyişikliklərin arxasındakı əsas mexanizm, Darwinin o məşhur təbii seçmə ideyası. Kitab bunu 4 postulatla izah edir. Onlar nədir? Bəli, bu 4 postulat təbii seçmənin məntiqini, necə deyim, çox aydın qoyur ortaya. Birincisi, variasiya. Yəni, hər hansı bir növün fərdləri arasında fərqlər var. Boy, rəng, sürət, nə bilim, hər şeydə fərqlənirlər. Eyni deyillər. Bu aydındır. İkincisi, irsiyyət. Bu fərqlərin ən azı bəziləri valideynlərdən balalara ötürülür. Genetikdir yəni. Uşaqlar valideynlərinə bənzəyir müəyyən dərəcədə. Elədir. Üçüncüsü, artıq nəsil. Hər nəsildə təbiətin saxlaya biləcəyindən daha çox fərd doğulur. Bu da o deməkdir ki, hamı sağ qala bilmir, bir rəqabət var. Yaşamaq uğrunda mübarizə. Bəli. Və dördüncüsü, ən əsası, diferensial sağ qalma və çoxalma. Sağ qalmaq və nəsil vermək təsadüfi deyil. Mühitə daha yaxşı uyğunlaşmış, daha əlverişli xüsusiyyətlərə malik olan fərdlər digərlərinə baxanda daha çox yaşayır və daha çox bala verir. Təbiət özü seçir sanki. Və bu prosesi canlı-canlı görə biləcəyimiz yerlərdən biri Galapagos adalarıdır. O, məşhur Darwin-Spinozlar üzərindəki tədqiqat. Peter və Rosemary Grant cütlüyü. Bəli. Grantların işi doğrudan da təkamül biologiyasının incillərindən biridir. Onlar Geospiza fortis adlı spinoz növünü 10 illər boyu izləyiblər. Göstəriblər ki, bu quşların dimdik ölçülərində dərinlik, en, uzunluq, həqiqətən fərqlər var. Yəni variasiya var. Və bu ölçülər irsidir, valideyndən balaya keçir. Və sonra o məşhur quraqlıq baş verir. Tam olaraq. 1977-ci ildə adalarda çox şiddətli bir quraqlıq olur. Nəticədə nə olur? Qida, yəni toxumlar kəskin azalır. Xüsusilə də asan yeyilən kiçik, yumşaq toxumlar bitir. Yerdə nə qalır? Yerdə qalır ancaq böyük, çox sərt toxumlar. Və məlum olur ki, bu sərt toxumları ancaq dimdikləri daha dərin, daha güclü olan spinoslar qıra bilir. Deməli, kiçik dimdiklilər ac qalır. Bəli, çoxu tələf olur, amma böyük, dərin, dimdikli quşlar sağ qalır. Və quraqlıq bitəndən sonra onlar çoxalanda görürlər ki, yeni nəsildə populyasiyanın orta dimdik dərinliyi əhəmiyyətli dərəcədə artıb. Bu, birbaşa təbii seçmənin nəticəsidir. Tamamilə. Gözümüzün önündə bir neçə il ərzində baş verən təkamül, ölçülə bilən, sübut edilə bilən təkamül. Bu, həqiqətən çox güclü bir nümunədir. Amma kitabda maraqlı bir incəlik də var idi. Deyirdi ki, dimdik dərinliyi artanda eni də artır, bu isə bəzi toxumları yeməyə çətinləşdirirmiş. Bu nə deməkdir? Yəni, seçmə həmişə ideal nəticə vermir. Çox doğru bir nöqtədir. Bu, onu göstərir ki, təkamül bir mühəndis kimi işləmir ki, hər şeyi mükəmməl dizayn etsin. Təkamül daha çox, necə deyim, əldə olanla işləyir. Bir növ yamamaq kimidir. Yəni, kompromislər olur. Əlbəttə. Seçmə eyni anda bir çox xüsusiyyətə təsir edə bilər.
və bu xüsusiyyətlər bir-biri ilə bağlıdırsa, birini yaxşılaşdırmaq o birinə mənfi təsir edə bilər. Həmişə bir tarazlıq, bir kompromis axtarılır. Təkamül mövcud variasiyalardan istifadə edir və ən optimalını deyil, sadəcə o anki şəraitdə kifayət qədər yaxşı olanı yaradır. Yaxşı, bəs bu variasiyanın özü, fərdlər arasındakı bu fərqliliklər hardan gəlir? Təbii seçmənin işləməsi üçün bu xammal lazımdır axı. Mənbəsi nədir? Variasiyanın ən təməl, ən fundamental mənbəyi mutasiyalardır. Bunlar DNT-nin, yəni genetik məlumatın köçürülməsi zamanı baş verən təsadüfi səhvlərdir. Sanki mətni köçürərkən hərf səhvləri olur. Hansı növ səhvlər olur? Fərqli növləri var. Bəzən bir nukleotid, yəni bir hərf, başqası ilə əvəzlənir, nöqtə mutasiyası. Bəzən DNT-yə əlavə hərflər daxil olur, insersiya. Bəzən də hərflər silinir, delesiya. Və bunların təsiri necə olur? Çox vaxt ya zərərlidir, ya da heç bir təsiri yoxdur, yəni neytraldır. Amma çox nadir hallarda, tamamilə təsadüfən elə bir dəyişiklik yarana bilər ki, orqanizmə hansısa üstünlük versin, mühitə daha yaxşı uyğunlaşmasına kömək etsin. Məhz bu faydalı mutasiyalar təbii seçmə tərəfindən tutulur. Deməli, mutasiyalar özləri təsadüfüdür, amma seçmə təsadüfü deyil. Tamamilə doğrudur. Bu çox vacib bir ayrımdır. Mutasiyalar kor-koranə baş verir, orqanizmin ehtiyacından asılı olmayaraq, seçmə isə bu yaranan kor-koranə variantlardan əlverişli olanları saxlayır. Mutasiyalardan başqa kitab gen duplikasiyasını da vacib mənbə kimi qeyd edir. O nədir? Bu zaman genin bir nüsxəsi səhvən 2 dəfə köçürülür. Yəni, eyni gendən 2 dənə olur. Biri əvvəlki işini görməyə davam edir, digərisi artıq sərbəstdir, dəyişə bilər. Zamanla o ikinci nüsxə o qədər dəyişə bilər ki, tamamilə yeni bir funksiya qazansın. Maraqlıdır. Nümunəsi var? Var. Məsələn, insanlardakı qlobin genləri ailəsi, hemoglobin var qanda, bilirsiniz, amma başqa qlobinlər də var, əzələdə və s. Bunların hamısı milyon illər əvvəl tək bir əcdad qlobin geninin duplikasiyası və sonraki fərqliləşməsi nəticəsində yaranıb, bir də əlbəttə daha böyük miqyaslı xromosom dəyişiklikləri də variasiya yaradır. Bəs populyasiyalarda əslində nə qədər belə genetik fərqlilik, variasiya var? Mənə elə gəlirdi ki, əvvəllər bunun çox az olduğu düşünülürdü. Elə idi. Bir vaxtlar düşünürdülər ki, populyasiyadakı fərdlərin çoxu genetik olaraq eynidir. Arada tək-tük mutantlar olur. Amma sonra, xüsusilə 20-ci əsrin ortalarında zulal elektroforezi kimi metodlar, daha sonra isə birbaşa DNT ardıcılığı analizi ortaya çıxanda mənzərə tamamilə dəyişdi. Nə məlum oldu? Məlum oldu ki, təbii ki, populyasiyalarda inanılmaz dərəcədə çox gizli genetik variasiya varmış. Kitabda bir misal var, insanlardakı kistik fibrozis xəstəliyi. Bu xəstəliyə səbəb olan tək bir gen var, CFTR geni. Bilirsiniz bu gndə neçə fərqli, funksiyanı pozan mutasiya tapılıb? Neçə? 500-dən çox, tək bir gendə. Bu sadəcə bir nümunədir. Deməli, populyasiyalar əslində genetik fərqliliklərlə doludur və bu zəngin variasiya artıq otur təkamülün baş verməsi üçün lazım olan xamalı təmin edir. İndi gəlin bu prinsiplərin real həyatdakı bəzi təsirli nümunələrinə baxaq. Kitabda HIV-in, yəni Giches virusunun təkamülü kimi çox aktual bir mövzu var. Bu, sanki təkamülü sürətli çəkilişdə izləmək kimidir. Elə deyilmi? Tamamilə. HIV təkamül sürəti baxımından həqiqətən də çox sürətlidir. Bunun da səbəbi onun çoxalma mexanizmindədir. Virusun öz genetik materialını, yəni RNT-ni, DNT-yə çevirən xüsusi bir fermenti var. Reverse transkriptaza. Bu ferment dərmanların hədəfidir deyəsən. Bəli. AZT kimi ilk dərmanlar məhz bu fermenti bloklamağa çalışırdı. Amma problem odur ki, bu reverse transkriptaza çox səliqəsiz işləyir. Yəni, DNT-ni köçürərkən çox səhv edir. Başqa sözlə, HIV-in mutasiya sürəti həddindən artıq yüksəkdir. Nəticədə nə olur? Nəticədə siz AZT kimi bir dərman verməyə başlayanda, virus populyasiyasında milyonlarla fərd olduğu üçün çox qısa zamanda təsadüfi mutasiyalar nəticəsində elə virus variantları yaranır ki, onların reverse transkriptazası AZT-yə təsir etmir, yəni davamlı olurlar. Və bu davamlılar çoxalmağa başlayır? Bəli. Dərmanın təzyiqi altında həssas viruslar ölür, davamlılar isə sürətlə çoxalır və qısa müddətdə bütün populyasiyanı ələ keçirir. Bu, təbii seçmə yolu ilə dərman müqavimətinin təkamülünün klassik, çox aydın bir nümunəsidir.
Bu sürətli dəyişkənlik yəqin ki, peyvənd hazırlamağı da çox çətinləşdirir. Əlbəttə. Virus o qədər tez-tez üzünü dəyişir ki, immunitet sistemimizin və ya peyvəndlərin onu tanıması çətinləşir. Bu, HIV ilə mübarizədəki əsas problemlərdən biridir. Kitabda adaptasiya, yəni mühitə uyğunlaşma, anlayışı və bununla bağlı fərziyyələri necə sınamağın vacibliyi də vurğulanır. O zoonosemata mülçəyi təcrübəsi mənim çox xoşuma gəldi. Mülçək hörümçəyi təqlid edir. Bu necə idi? Hə, o həqiqətən çox zərif, çox ağıllı bir təcrübədir. Deməli, bu zoonosemata mülçəklərinin qanadlarında tünd zolaqlar var və təhlükə hiss edəndə qanadlarını xüsusi bir şəkildə tərpədirlər ki, bu hərəkət və zolaqlar birlikdə sıçrayan hörümçəklərin hücum edən ayaqlarına çox bənzəyir. Maraqlıdır, yəni hörümçəyi qorxutmaq üçün. Fərziyyə buydu. Deyirdilər ki, mülçək bu yolla öz əsas yırtıcısı olan o sıçrayan hörümçəkləri qorxudur. Sanki mən də sənin kimiyəm, mənə hücum etmə, deyir. Yəni mimikriya edir. Amma bu sadəcə bir fikir idi, bunu sübut etmək lazım idi. Və necə sübut etdilər? Çox yaradıcı bir yol seçiblər deyəsən. Bəli, Eric Green və həmkarları əsl elmi detektivlik ediblər. Bir neçə qrup mülçək hazırlayıblar. Baxın necə. Zoonosemata milçəkləri, kontrol, Zoonosemata milçəkləri, amma qanadlarını kəsib, sonra yenidən yapışdırıblar əməliyyatın özünün təsirini yoxlamaq üçün. Zoonosemata milçəkləri, amma onlara normal ev milçəyinin şəffaf qanadlarını taxıblar, yəni davranış düzgündür, amma qanad naxışı səhvdir. Normal ev milçəkləri, amma onlara zoonosematanın zolaqlı qanadlarını taxıblar, naxış düzgündür, amma davranış səhvdir, çünki ev milçəyi qanadını elə tərpətmir. Vay be, çox detallı. Sonra nə ediblər? Sonra bu qrupların hamısını bir-bir ac sıçrayan hörümçəklərin qabağına buraxıblar və baxıblar hörümçək necə reaksiya verir. Nəticə? Nə olub? Nəticə çox aydın olub. Yalnız və yalnız birinci qrupdakı, yəni həm doğru zolaqlı qanadlara, həm də doğru qanad tərpətmə davranışına sahib olan normal zoonosematalar hörümçəklərin hücumundan əksər hallarda yayına biliblər. Hörümçək sanki çəkinib geri çəkilib. Bəs o biri qruplar? Digər bütün qruplar, ya naxışı səhv olanlar, ya davranışı səhv olanlar, ya da hər ikisi səhv olanlar asanlıqla hörümçəyə yem olublar. Deməli, həm naxış, həm də davranış lazımdır. Tək biri işləmir. Məhz elə. Bu təcrübə mimikriya hipotezini çox güclü şəkildə təsdiqlədi və eyni zamanda göstərdi ki, elmi araşdırmada kontrol qruplar qurmaq nə qədər həyati əhəmiyyət daşıyır. Sadəcə baxıb fikir yürütmək yox, fərziyyəni aktiv şəkildə, bütün mümkün alternativləri nəzərə alaraq sınamaq lazımdır. Bu yanaşma, yəni təkamül prinsiplərini və hipotez sınağını tətbiq etmək, hətta insan sağlamlığı kimi sahələrə də aiddir. Kitabda təkamül təbabətindən, məsələn, qızdırmanın mümkün faydalı rolundan danışılır. Bu çox maraqlıdır, çünki biz adətən qızdırmanı pis bir şey kimi görüb, dərhal salmağa çalışırıq. Bəli, belə bir baxış var ki, bədən temperaturunun qalxması, yəni qızdırma, bəlkə də təsadüfi bir şey deyil, bəlkə də bədənimizin infeksiyalarla mübarizə aparmaq üçün milyon illər ərzində təkamül etdirdiyi bir müdafiə mexanizmidir. Necə yəni? Temperatur necə kömək edə bilər? Məsələn, yüksək temperatur bəzi bakteriya və virusların çoxalmasını ləngidə bilər. Həmçinin bəzi tədqiqatlar göstərir ki, müəyyən həddə qədər qızdırma immunitet hüceyrələrinin fəaliyyətini gücləndirə bilər. Amma həmişə yaxşı deyil yəqin ki. Əlbəttə, kitabla bunu vurğulayır, bu çox mürəkkəb məsələdir. Çox yüksək qızdırma zərərli, hətta təhlükəli ola bilər və hər infeksiya eyni deyil, ona görə də demək olmaz ki, qızdırmanı heç vaxt salmaq lazım deyil. Amma əsas fikir odur ki, simptomlara, o cümlədən qızdırmaya təkcə aradan qaldırılmalı bir problem kimi yox, həm də bədənin mümkün müdafiə reaksiyası kimi baxmaq, onun potensial funksiyasını anlamağa çalışmaq faydalı ola bilər. Eyni məntiqlə yəqin ki, antibiotik müqavimətinin təkamülünü də izah etmək olar. Bu, bizim üçün çox ciddi problem də artıq. Tamamilə. Antibiotik müqaviməti təbii seçmənin bizim fəaliyyətimiz nəticəsində antibiotiklərdən həddən artıq və düzgün istifadə etməmək sürətlənməsinin çox acı bir nümunəsidir. Bakteriyalar inanılmaz sürətlə təkamül edir və dərmanlarımıza davamlı hala gəlir. Hətta kitabda xərçəngin özünə belə bir növ hüceyrə populyasiyalarının təkamülü kimi baxmaq təklif olunur.
Bədən daxilində nəzarətdən çıxan hüceyrələr çoxalır, mutasiyana uğrayır və müalicəyə qarşı davamlılıq qazanaraq təkamül edir. Deməli, Evrimsel Analiz kitabının bu hissələrini müzakirə etdikdən sonra ümumiləşdirsək deyə bilərik ki, təkamül sadəcə bir fərziyyə, bir nəzəriyyət deyil. O, həyatın özünü, onun dəyişkənliyini, müxtəlifliyini izah edən fundamental bir elmi çərçivədir. Bəli, və dəlillər həqiqətən də çox müxtəlif sahələrdən gəlir. Homologiyadan, yəni oxşar quruluşlardan tutmuş, qədim fosillərə, radiometrik yaş təyininə, genetik kodun universallığına, hətta qrantların ispinoslarında və ya HIV-də olduğu kimi real zamanda müşahidə edilən təkamülə qədər. Və kitabın o analitik yanaşması da çox önəmlidir. Yəni, sadəcə müşahidə edib, hekayə danışmaq yox. Elədir, fərziyyələr irəli sürmək və onları çox ciddi, çox diqqətli təcrübələrlə kontrollu şəkildə sınamaq. Məhz bu yanaşma sayəsində biz təkamülün mexanizmlərini daha dərindən anlaya bilirik. HIV niyə belə sürətlə dəyişir, Spinosun dimdiyi niyə o formadadır, o milçək niyə elə qəribə hərəkət edir, bunların hamısının cavabı bu analitik yanaşmada gizlidir. Sizin üçün, əziz dinləyici, bəlkə də bu söhbətdən çıxarılacaq ən əsas fikir budur. Təkamül sadəcə milyon illər əvvələ aid, muzeylərdə qalan bir şey deyil. O, dinamik bir qüvvədir. Elə indi, bu an belə ətrafımızdakı canlı aləmdə, viruslarda, bakteriyalarda, həşəratlarda, bitkilərdə, hətta öz bədənimizdəki hüceyrələrdə belə davamlı olaraq işləyir. Və biz onun nəticələri ilə hər gün üzləşirik. İstər dərman müqaviməti olsun, istər yeni xəstəliklər, istərsə də ətraf mühitə uyğunlaşan canlılar. Və sizi düşünməyə vadar edəcək son bir fikir. Baxın, HIV kimi virusların və ya antibiotiklərə müqavimət qazanan bakteriyaların bu heyrətamiz sürətli dəyişmə və uyğunlaşma qabiliyyətindən danışdıq. Canlıların bu cür, necə deyim, israrlı dəyişkənliyi, bu daimi cavab vermə bacarığı, ümumiyyətlə həyatın özünün təbiəti, onun dayanıqlılığı və davamlılığı haqqında bizə nə deyir? Və daha praktik düşünsək, bu sürətli təkamül proseslərini anlamaq bizim bu daim dəyişən dünya ilə, xüsusən də sağlamlığımızı təhdid edən mikroblarla necə daha yaxşı, daha effektiv mübarizə apara biləcəyimiz barədə hansı yeni yollar, hansı yeni strategiyalar təklif edə bilər? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Bizim də olduğunuz üçün təşəkkürlər. Təşəkkürlər.